Məktəbdə mən elə gəlir ki, icab taxmaq lazımdır. Çünki biz müasir dövrə gedirik. Hicab taxmayı bizim dinimizdən əvvəldən gələn bir şeydir. İndi o məktəblərdə Düzdür, məktəblərdə yaxşı baxmıram. Mən elə gəlir ki, hər halda az yaşlılara, lap az yaşlılara heç hələlik ehtiyac yox. Hə, məktəblərdə bu adam hicab taxmağa heç yaxşı baxmır ha. Amma dırnağına lak çəkmək şagirdin, mini yufka geyinmək, bunlara yaxşı baxır. Məktəblərdə petuxlar, qəhbələr konsert verir. Onların konsertində şagirdlərin iştirakına bu yaxşı baxır, bu qoca göt verən. Elə şeylərə yaxşı baxır. Müasir dövrə gedirik ha. Məktəblərdə hicab taxmayın. Müasir dövrə gedirik. Epstein dövründən gedirik. Pedofillik dövründən gedirik. Uşaqların zorlanması dövründən gedirik. 9 yaşında oğlan qız uşaqlarının zorlanması dövründən gedirik. Biz müasir dövrə gedirik. Biz qərbə inteqrasiya eləməliyik. Pedofiliyə, petuxluğa inteqrasiya eləməliyik biz. Biz pis baxırıq. Məktəbdə qətiyyən hicab taxmaq olmaz ha. Biz müasir dövrə gedirik biz. Müasir qəhbəliyə, petuxluğa dövrə gedirik. Müasir Mehriban Əliyeva dövrünə gedirik biz. Müasir bizim gələcəyimiz Alyona Əliyeva dövrünə gedirik biz. Alyona bizim gələcəyimizdir. Məktəbdə şagirdlər Alyonadan öyrənməlidir. Alyona Əliyevadan öyrənməlidir ki, kişilərin qucağında necə oturmaq lazımdır. Kişilərin mıxını necə əmmək lazımdır. Necə qucaqlardan qucağa gəzmək lazımdır. Axı biz müasir dövrə gedirik. Nədir məktəbdə şagird hicab taxmağı? Mehriban Əliyevadan biz öyrənməliyik. Mehriban Əliyeva sual verməliyik. Sən necə oldu? Fransız pornolduz Nadine Rotdan. Necə oldu sən 4 həftə seks dərsi aldın yataqda qarışmaq üçün? Necə oldu sən seks dərsi aldın? Biz məktəbdə nə edirik biz hicab taxmağı? Namuslu həyat, əxlaqlı həyat tərzini sürməyi biz nəyimizə lazımdır axı? Və yaxud da Əlin Ağayevin arvadı kimi şoferi ilə qarışmağı biz öyrənməliyik. Axraniyəsi ilə qarışmağı biz öyrənməliyik biz. Savuşun arvadından öyrənməliyik biz ki, Milli Məclisin tualetində deputatların mıxını ağzına almağı necə öyrənməliyik? Biz belə şeylər öyrənməliyik, ay millət. Biz belə şeylər öyrənməliyik. Biz nazirlərimizdən, məmurlarımızdan öyrənməliyik ki, otellərdə petuxları yanımıza çağırıb, qəhbələri yanımıza çağırıb, Ukraynadan, Kolumbiyadan qızları gətirib necə ağzımızı işətdirməliyik, ağzımıza sıçdırmalıyıq pul qarşılığında. Biz belə şeylər öyrənmişik. Axı biz müasir dövrə gedirik biz. Nədir nə siz belə? Yox, qətiyyən. Axı bizim ölkəni İlham Əliyev kimi sionist idarə edir. İlham Əliyev kimi ailəsini, özünün götünü qumarda uduzmuş, ailəsini İsrailə satmış bir ailə idarə edir bizi. Namus, qətiyyən, namus, qeyrət, əxlaq. Biz belə şeylərdən qətiyyən biz müasir dövrün insanlarıyıq. Müasir dövrün Peysərbaycanıyıq biz. Qəhbəbaycanıyıq biz. Müasir dövrün Qəhbəbaycanı olmuşuq, getmişik. Peysərbaycanı olub getmişik. Ölkəmiz dünyada artıq neftdən, qazdan başqa biz Avropaya, Ərəbistana, Dubaya artıq biz qəhbə ixrac eləyirik biz. Petrol ixrac eləyirik biz. Baboşlar ixrac eləyirik biz. Siz nə darsınız məktəblərdə? Siz nə darsınız məktəblərdə hicab taxmaq? Qətiyyən olmaz. Nardaran vaxtı ilə Nardaran ən namuslu, ən qeyrətli, ən dindar bizim şəhərlərimizdən biri idi. Bugün Nardaranda Emin Ağalılovlar, Siyonizm tulaları, Emin Ağalılovlar orada qəşəng barlar, diskotekalar açıb bizim üçün. Oraya qəhbəlik təbliğ olunur, petuxluq təbliğ olunur Əliyev ailəsi tərəfindən. Biz belə şeylərdən danışmaqla nəyimizə lazımdır bizim? Axı, bizim nəyimizə lazımdır məktəblərdə? Baxın, biz müasir dövrə gedirik. Biz Epsteinlərdən biz öyrənməliyik, örnək götürməliyik biz. Uşaqları 9 yaşında oğlan qız uşağını necə zorlayıblar? Belə şeyləri biz də öyrənməliyik. Boy.